Gastroezofageal reflüks xəstəliyi nədir? Müalicə olunmazsa hansı fəsadları ola bilər? Şikayətlərini necə aradan qaldıra bilərik? HB Güvən Klinikasının gastroenteroloq hepatoloqu Dr. Şahnaz Atayeva danışacaq. 2 ay sonra kontrollarda pH metri eləyəndə skorlarda nə qədər geriləmə olduğunu görür və xəstənin dərman ehtiyacı da azalmış olur və pəhrizə də ehtiyacı qalmır. Bu əməliyyatların effektivliyi 80-90%-dir. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən Dr. Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışından hər birinizi salamlayıram. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Əziz tamaşaçılarımız, rahat əyləşin, ekrana yaxın əyləşin, çayınızı, kofenizi hazır eləyin. Bugün gastroezofageal reflüksdən danışacağıq və istərdim qonağımızı sizlər üçün təqdim edeyim. Bizim bugünkü qonağımız HB Güvən Klinikasının gastroenteroloqu Şahnaz Atayevadır. Necəsiz doktor? Sağ olun, yaxşı olasınız. Təşəkkürlər. Hazırıqsa başlaya bilərik bu mövzuya. İstərdim ilk öncə, düzdür, reflüksü çox adam bilir ki, tam olaraq nədir? Hər insanın bir dəfə ən azından başına gəlmiş bir olaydı, amma istərdim sizdən soruşaq ki, tam olaraq bu necə bir prosesdir? Ümumiyyətlə, adətən mən çəkilişim var deyəndə deyirlər, yəqin ki, yenə də reflüksdən danışacaqsan. Həm reflüks biz gastroenteroloqlara ən çox rast gəlinən şikayətlərdən, xəstəliklərdən biridir. Həm də Azərbaycan Reflüks Mərkəzi olaraq daha dərindən bu xəstəliyin araşdırılması, müalicəsi ilə məşğuluq. Gastroezofageal reflüks xəstəliyi dediyimiz kimi hər kəsdə görülə bilən bir şeydir. Əlamətləri pirozis və regurgitasiya, yəni yeməyin dadının ağza qayıtması və döş sümüyü arxasına yanma, göynəmə, qıcqırma kimidir. Əsas əlamətləri bunlardır. Ümumiyyətlə, reflüks mədə möhtəviyyatının geriyə qayıtması nəticəsində yaranan simptomlar və xəstənin həyat şəraitinin pozulması ilə özünü büruzə verir. Tipik və atipik əlamətləri var. Tipik sadaladığımız qıcqırma, yanma, göynəmə və yeməyin dadının ağza qayıtmasıdır. Atipik təkrarlayan faringitlər, astma, quru öskürək, qulaq ağrısı, hətta döş qəfəsi ağrısı kimi atipik əlamətləri də var ki, uzun illər xəstə öskürəyin səbəbini araşdırır, tapa bilmir, nəticədə reflüksə bağlıdır. Quru öskürək, təkrarlayan öskürək, asma tərzində öskürək, sonra təkrarlayan faringitin səbəbi altda reflüks çıxır. Eyni zamanda döş qəfəsinin arxasında ağrı var. Dərindən müayinə elədikdə altda yatan səbəb reflüksdür. Reflüks xəstəliyi dediyimiz kimi əlamətlər verir. Artıran səbəblər var reflüksun. Əsas səbəbləri gastroezofageal biləşkə dediyimiz alt ezofagus sfinkterinin gevşəməsi, boşalması, kardial yetməzlik deyirik. Bu yırtığa qədər, hiatal herni və yaxud diafraqmal yırtıq dediyimiz yırtığa qədər gətirib çıxarır. Alt ezofagus sfinkter mexanizmasının pozulması nəticəsində bir də motorikanın, qida borusunun motorikanın pozulması nəticəsində bu tənzimləmə pozulur və reflüks yaranır. Reflüksı artıran səbəblər var. Bura obezitə, çəkinin artması, qarındaxili çəkinin artması nəticəsində reflüks arta bilir. Hamiləlik buna daxildir. Hamiləlikdə eyni zamanda qarındaxili təzyiqin artması. Ağır qaldırma idman növü ilə məşğul olmaq reflüksü artıra bilir. Düzgün qidalanmamaq, acılı, ədviyyatlı, kafeinli qidalarla çox bəslənmək reflüksü artıra bilir. Yeyib uzanmaq. Ona görə reflüks xəstələrində bu qidalardan uzaq olmalarını tövsiyə edirik. Yeməklərdən 2-3 saat öncə qidalanmalarını tövsiyə edirik. Yatarkən poza, mədənin quruluşu ilə əlaqəli olaraq kürəkdən yuxarı boyunların arxası yüksək olmaları, ya sol böğrüstə yaxud arxası üstə yatmalarını tövsiyə edirik. Kofe ümumiyyətlə təsdiqlənmişdir ki, filtr kofe yaxud türk qəhvəsi şəkərsiz olaraq gündə 1-2 fincan içmək obezitə, ürək, qan damar xəstəlikləri riskini azaldır. Qaraciyər yağlamasının ağırlaşmalarının riskini azaldır. Ancaq reflüks xəstələrində günə 1-2 fincandan artıq tövsiyə eləmirik və bu artıra bilər şikayətlərini kofe eyni zamanda. Ac qarnına da tövsiyə eləmirik kofeni. Sonra kişilərdə daha çox siqaret, alkol, yəni reflüks şikayətlərini artırar.
Doktor, risk faktorlarını saydıq, səbəblərini saydıq, reflüksun səbəb olduğu ağrıları saydıq hətta. İndi isə istərdim biraz onun diaqnozunu necə qoyuruq, müayinə etapları nədən ibarətdir, ondan biraz danışaq. Ümumiyyətlə, xəstə gəldi, hər xəstəyəmi endoskopiya müayinəsi istəyirik? Xeyr. Hansı xəstələrə endoskopiya müayinəsi istəyir? Endoskopiya dediyimiz gastroskopiya müayinə, qida borusu, mədə-12 barmağının dəyərləndirilməsi. Xəstə 45 yaşın üzərindədirsə, ailəsində genetik olaraq onkoloji xəstəlik risk faktoru varsa, alarm simptomları varsa, məsələn, nəzisdə qan axması şübhəmiz varsa, şiddətli ağrıları varsa, qusma, yəni bu kimi alarm simptomlar varsa, o zaman bu xəstəyə gastroskopiya müayinəsi məsləhətdir. Ancaq tipik bir reflüks şikayətlə gələn gənc xəstəyə ilkin olaraq gastroskopiya tövsiyə eləmirik. İlk növbədə xəstəyə 8 həftəlik proton pompa inhibitoru, el dilində desək, mədə qoruyucu dərman təyin edirik. Bu dərmanın içilmə qaydası da xəstənin şikayətlərinin gərilməsinə çox önəmlidir. Dərmanı səhərlər yeməkdən yarım saat əvvəl içirik. Amma bəzi dərman preparatları var ki, xəstənin içdiyi, onları sorğulamalıyıq. Onlar çünki bir-birinin təsirini azaldır. Ən çoxu xəstələrimizin içdiyi zob dərmanı. Xəstə zob dərmanı içirsə, aralarında qan durlaşdırıcılar, məsələn, el dilində dediyimiz dərmanlar, onların arasında 6-8 saat fasilə olmalıdır. Mütləq xəstənin içdiyi dərmanlar sorğulanmalıdır ki, ona uyğun dərmanımız effektiv olsun, təyin edək dərmanı. Dərmanımız yeməkdən yarım saat əvvəl təyin olunmalıdır. Gənc xəstə reflü ilə gəldi, 8 həftə təyin edirik. 8 həftə sonra xəstənin şikayətləri gerilirsə, o zaman deyir ki, bu xəstə reflüks xəstəsidir. Reflüks xəstəsi bu xəstələr necə davam edir? Şikayətləri davam edirsə bu xəstələrin, ya deyirik ən az idamə dozası dediyimiz doza ilə şikayətlərini keçirəcək ən az doza ilə davam edir və yaxud ehtiyac olduqda dərman qəbul edir və yaxud xəstə deyir ki, mən gənc xəstəyəm, ömür boyu pəhriz və yaxud dərman içmək istəmirəm, mən başqa yöntəmlər istəyirəm. O zaman bu xəstələrə əməliyyat tövsiyə edirik. Əməliyyat tövsiyə elədiyimiz xəstələrdə mütləq şəkildə qida borusu motor xəstəliklərini inkar və yaxud təsdiq eləmək üçün ilk növbədə manometriya müayinəsi eləməliyik. Onun üstünə impedans pH metriya müayinəsi ki, həqiqətən xəstədə reflüks var, yoxsa yoxdur. Reflüks təsdiq olunursa, bu xəstələri əməliyyata yönləndirə bilirik. Reflüks təsdiq olunmayan pH metriyada xəstələri əməliyyata gedə bilməz. Bu xəstələr əməliyyatdan effekt almazlar. Bəzən görürsünüz, nəyə görə? Bəzən görürsünüz, xəstə illərlə dərman içir, psixoloji problem yarandıqda, altda yatan bir psixoloji problemi tetikləyirsə, bu xəstələrdə reflüks və yaxud qıcıqlanmış bağırsaq sindromu, sinirə bağlı şikayətlər artır. pH metriyada hipersensitiv ezofagus, həssas ezofagus dediyimiz və yaxud funksional pirozis dediyimiz diaqnoz var ki, bu xəstələrdə yanaşı antidepressan təyin eləməsək, xəstə effekt görməz. Əsas dərmanı antidepressandır, yəni xəstənin. O xəstəni əməliyyata versək, xəstə daha da ağırlaşar, yəni effekt görməz əməliyyatdan. Onun üçün patoloji reflüks diaqnozu pH metriyada təsdiq olunduqdan sonra xəstəni əməliyyata veririk. Və bir qrupumuz da var. Xəstəyə müalicə verdik, təyin eləyirik. Xəstə müalicədən effekt görmədiyini bildirir. Təbii ki, bu xəstələr dərmanı düzgün qaydada içib-içmədiyini sorğulamalıyıq. Xəstə dərmanı düzgün içirsə, o zaman bu xəstələr refrakter müalicəyə cavabsız xəstə qrupu deyirik. Müalicəyə cavabsız xəstə qrupunda da dərman içə-içə, əgər təsdiqi varsa, öncəsindən reflüks təsdiqi varsa, dərman içə-içə pH metrisini təsdiqləyirik. Yox, öncəsində diaqnozu yoxdursa, dərmanı 7-10 gün öncə kəsirik. 7-10 gün kəsdikdən sonra PPI qrupu dediyimiz mədə qoruyucularını 7-10 gündən sonra pH metriya müayinəsi eləyirik xəstənin. Bu xəstələrdə də reflüks təsdiqlənirsə, sonraki müalicə etapını təyin eləyirik. Xəstəyə yaxud əməliyyat məsləhət görülür və ya antidepressan təyin olunur. Demək, pH metriya müayinəsi nədir? pH metriya müayinəsi burundan nazik bir kateter salınır. 1 və yaxud 2 sutka xəstədə qalır. Yanında bir cihaz olur xəstənin. Xəstə qidalandıqda, uzandıqda, dərman içdikdə düymələrə basır və sutkalıq bizə məlumat ötürür. Sutka sonunda biz kateter çıxardıqdan sonra
bu məlumatları bir-bir dəyərləndirib həqiqətən xəstədə reflüks varmı onu müəyyənləşdiririk. Reflüks varsa əməliyyat tövsiyə olunur və dərmanla əməliyyat arasındakı müalicəmiz endoskopik antireflü müalicəsi var ki, biz endoskopiya ilə də əməliyyata getmədən xəstələri müalicə edə bilirik. Təbii ki, bu daha az invazivdir, maliyyə baxımından daha uyğundur və az travmatikdir. Ancaq hər xəstəni biz cərrahlardan ala bilmirik, yəni cərrahiyyənin önünə keçə bilmirik. Hansı xəstələri biz endoskopik olaraq əməliyyat edə bilirik? Endoskopiyada girdik, bu kardial yetməzliyin 4 dərəcəsi var. Bu Hill sinifləməsi ilə aparılır. Birinci, ikinci dərəcədə biz endoskopik olaraq əməliyyat edirik. Üçüncü, dördüncü dərəcə artıq qarışa bilmirik. Bu xəstələri endoskopik olaraq əməliyyat etsək effekt görmərik. Düzgün seçilmiş xəstələrdə əməliyyatın effektivliyi 90%-dir. Yəni cərrahiyyə ilə paraleldir düzgün seçilmiş xəstələrdə. Endoskopik olaraq hansı üsullarımız var? ARMA dediyimiz reflü mukozal ablasiya. Arqon ilə kardial hissəni 270 dərəcə yandırırıq. Yandırmaq dedikdə qorxuludur. Sadəcə ora qaz üfürülür. O qaz hesabına çapıq toxuma yaranır. Çapıq toxumanın hesabına açıq qalan kardiya yığılır. 2 ay sonra girdikdə, girib baxdıqda nə qədər effektiv olduğunu görə bilirik. Təkrar yığılır o nahiyə. Təbii ki, öncəsində pH metriyi eləyirik, dəyərləndiririk, bu xəstədə reflüks var, o təsdiqlənir. Sonrasında 2 ay sonra kontrollarda bu pH metriyi eləyəndə skorlarda nə qədər geriləmə olduğunu görür və xəstənin dərman ehtiyacı da azalmış olur və pəhrizə də ehtiyacı qalmır. Bu əməliyyatların effektivliyi 80-90%-dir. Bir də Ezofix TIF dediyimiz cihaz var ki, bütün dünyada təsdiqlənmiş bir cihazdır. Sadəcə xəstələrimizə məsləhət gördükdə biraz qiymət baxımından narazılıqlarını bildirirlər. Amma düşünsək ki, illərlə içdiyimiz mədə qoruyucu dərmanların qiyməti və reflüksin verdiyi həyat şəraitinin keyfiyyətinin aşağı salması, pəhriz bu qiymətə dəyər yəni. Çünki 90% effektivdir və dediyimiz kimi əməliyyatdan daha az invazivdir. Ezofix ilə biz endoskopik olaraq girdik. Kardiya hissəsini cərrahlar tikdiyi kimi biz də kardial nahiyəni tikirik, tikiş atırıq endoskopik olaraq və hardasa 40-45 dəqiqə, maksimum 1 saatlıq əməliyyatdır. Xəstə həmin gün və yaxud bir gün kontrolda saxlaya bilirik. Sonrasından həyatına davam edə bilir, normal həyatına davam edə bilir və cərrahiyyədən sonra bəzən o nahiyəni çox tikməyə bağlı olaraq udğunma çətinliyi yarana bilir ki, Ezofix TIF cihazı ilə bu udğunma çətinliyi yaranmır. Çünki cihazın çapı, yəni enliyi 20 millidir. Bizim daha çox tikməyimizi əngəlləyir. Elə bəli, əngəlləyir ki, biz onu daha çox tikməyək və xəstə gələcəkdə udğunma çətinliyindən əziyyət çəkməsin və eyni zamanda cərrahiyyədə Nissen funiplikasiya əməliyyatında yaranır. Xəstələrdə qaz bloating, yəni yeyirə bilməmə istəyi yaranır. Bu da xəstələri çox narahat eləyir. Sonrasında bu udğunma çətinliyi falan yarandıqda biz girib oranı balon dilatasiya eləyirik ki, açılsın, o tikişlər biraz açılsın. Yəni bizim endoskopik olaraq doğru seçilmiş xəstələrdə elədiyimiz əməliyyatın effektivliyi cərrahiyyəyə nisbətən həmən eynidir. Daha az travmatikdir, düzdür, yeni üsullardır. Yeni deyil, ölkəmizdə yeni üsullardır və qiymət baxımından bəzən xəstələrin yəni narazılıq elədiyi üsullardır. Amma dediyim kimi, həyat şəraitini aşağı saldığı üçün içdiyimiz illərlə dərmanı nəzərə alaraq bu üsullar çox effektivdir. Reflüks xəstəliyi bildiyimiz kimi davamlı narazı olaraq gəzən xəstələrdir. Davamlı dərman içərək ortalıqda gəzən, həkimə getməkdən yorulan, aptekdən bütün növ PI qrupu dərmanları içən xəstələrdir. Mən artıq hər şey eləmişəm, heç nəyin xeyri yoxdur. Heç nəyin xeyri yoxdur. Artıq həyatını yəni belə qəbullanan xəstələrdir. Bu xəstələr doğru düzgün seçildikdə, doğru düzgün müayinə olunduqda
və həkimin dediyi yolu doğru düzgün təqib elədikdə müalicəsi olan bir xəstəlikdir reflüks. Endoskopiyada hil dərəcələnməsi doğru aparılmalıdır. Doğru xəstələrdə, yəni pH metriya müayinəsi çox önəmlidir reflüks xəstəliyində. Antireflü cərrahiyyəsi öncəsi əgər endoskopik olaraq girdik, Los Angeles ezofagitin 4 dərəcələnməsi var. Ezofagit qida borusunun distal hissəsinin eroziyası. Birinci dərəcədə A gördüksə, o zaman xəstənin reflüks patologiyası varsa, şikayətləri varsa pH metri eləyirik. Yox, xəstədə B, C, D ezofagit dediyimiz dərəcələr varsa, baret ezofagusu prekanseroz bir xəstəlik kimi dəyərləndirir. Baret ezofagusu və yaxud uzun müddətli reflüksə bağlı striktur varsa, bu şəxslərə pH metriyə gərəkməz. Onsuz da bu əlamətləri gördüksə, bu xəstədə reflüks var deyirik endoskopik olaraq. Yəni əlavə olaraq xəstəyə pH metriyə gərəkməz. Bu xəstələri birbaşa əməliyyat düşünürsə, əməliyyata verə bilərik. Amma əməliyyat öncəsi bu xəstələrdə də mütləq şəkildə manometriya olunmalıdır. Qida borusunun motor xəstəlikləri yəni inkar olunmalıdır. Çünki bəzi əlamətləri reflüks xəstəliyi ilə qida borusu motor xəstəliklərin oxşardır. Məsələn, döş qəfəsi ağrısı, ürəyə bağlı olmayan döş qəfəsi ağrısını həm qida borusunun motor xəstəlikləri verə bilir, həm də reflüks xəstəliyi verə bilir. Sonra bu dedik manometriya olunur. Manometriyada patologiya yoxdursa, xəstəni əməliyyata yönləndirə bilərik. Dünyada dərman müalicəsi, antireflü endoskopik əməliyyat və cərrahi olaraq 3 yerə bölünür və 90% effektivdir. İstər Nissen-Finn lubrikasiyası əməliyyatı, istər də endoskopik olaraq əməliyyatlar. Xüsusən gənc xəstələrdə yəni əməliyyatı tövsiyə eləyirik. Amma əməliyyat öncəsi xəstə düzgün dəyərləndirilməli, doğru yönləndirilməlidir. Bəzi xəstə qrupları var ki, dediyimiz hipersensitiv ezofagus və funksional pirozisdə xəstə əməliyyatdan effekt görməz. Bu xəstəyə boşuna əməliyyata vermiş olarıq. Mütləq şəkildə təsdiqləndikdən sonra o xəstəyə antidepressan versək, şikayətlərində nə qədər geriləmə olduğunu görərik. Qastroezofageal reflüks haqqında yetərincə məlumat əldə elədik. Həm belə deyək, ölkədə yeni müalicə metodları haqqında danışdınız, doktor. Son olaraq 2-3 cümlə ilə lakonik şəkildə tövsiyələrinizi eşitmək istəyərdik. Reflüks xəstəsi və ya da reflüksdən əziyyət çəkən pasientlər üçün. Reflüksdən əziyyət çəkən pasientlərdə ilkin olaraq, müalicə bəyannaşı olaraq qidalanma və həyat tərzi çox önəmlidir. Saydığımız qidalardan az istifadə edilməlidir və dediyim, bəzi xəstələrdə bəzi qidalar şikayətlərini alovlandırar, bəzilərində alovlandırmaz. Xəstə özü də seçici davranmalıdır. Onu incidən qidalardan və şikayəti alovlandıran qidalardan uzaq olmalı, həyat tərzini düzgün balanslaşdırmalı, siqaret, alkoldan uzaq olmalı, normal yaşayış həyat tərzi sonrasında müalicə durur, yəni həyat tərzi önəmlidir. Təşəkkür edirəm, doktor. Həm belə deyək, tövsiyələriniz üçün, həm də bu yenilikləri bizlərə çatdırdığınız üçün. Bizim bugünkü doktorumuz HP Güvən Klinikasının gastroenteroloqu Şahnaz Atayeva idi. Ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. Çox təşəkkür edirəm. Əziz tamaşaçılarımız, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə tək ARB TV ekranlarından yox, əlbəttə ki, həm də sosial media hesablarından baxa bilərsiniz. Eyni zamanda o hesabları izləyə bilərsiniz. Suallarınızı şərhlər bölməsinə qeyd etməyi unutmayın, əziz tamaşaçılar. Səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələn görüşlərə dək.